Səsim gəlir? Bəli. Qədimdən bu millətə özəl bir xüsusiyyət vardır ki, bu mədəniyyətə düşmən olan şəxslər onu daim bizdən almağa çalışıblar. Mən haqqı salamı tapdalaya bilmərəm, Qəmlo. Bu torpaqlarda fərqli ideologiyalara, fərqli inanclara sahib müxtəlif millətlər, müxtəlif toplumlar olmuşdur. Amma hamısını birləşdirən ortaq bir anlayış var idi: kişilik. Bəzən elə olubdur ki, iki nəfər fərqli tərəflərdə dayanıblar, amma rahatlıqla bir-birlərinə əmanət edə biliblər. Fərqli ideologiyalara sahib olmaqlarına baxmayaraq, bir-birlərinin şəxsiyyətli bir şəxs olduqlarına əmin idilər. Çünki şəxsiyyətli olmaq heç bir ideologiyanın məhsulu deyil. Haqlısan nədir? Düşmən də olsaq, haqlısan. Kişinin qoluna qandalı da gərək. Kişi vursun.